Son vaxtlarda sosial şəbəkələrdə geniş yayılan Azərbaycan dilinin məsxərəyə qoyulduğu bu videoları yəqin ki görmüsünüz. Və ya türk bir influencerin ekran qarşısına çıxıb bizim şirin ləhcəmizi necə zarafat adı altında absürdləşdirdiyini. Məni kim bu mandarinlərin və limonların yanına qoyub? Mən bananam, tez yetişirəm, asan çürüyürəm. Türklər artıq həddini aşmağa başladı. Qarabağ futbol klubumuz uğur qazanır, öz sevincini bizlərlə bölüşür. Oradan hansısa dırnaq arası türk futbol şərhçisi çıxıb bəxtləri gətirdi və ya gələcək oyunu qazanma şansları yoxdur deyir. Karabağ 8 maçtan 1 puan mı çıkaracak? Aynen öyle. Hiç şansın yok Karabağ. Azeri kardeşlerim, yapacak bir şey yok. Gerçekler acı. Əgər bunlar sizə normal gəlirsə, üzr istəyirəm. Siz anormalsınız. Bəziləri deyə bilər, 1-2 nəfər deyir deyə, o demək deyil ki, hamısı pisdir. Bəli, buna qatılıram. 1-2 nəfərin dediklərinə görə hər kəs mühakimə olunmamalıdır. Amma problem nədədir, bilirsən? Bunu 1-2 nəfər yox, bunu milyonlarca, hətta 10 milyonlarca türk edir. Bəziləri bizim millətimizin saflığını, qonaqpərvərliyini zəifçilik olaraq görürlər. Türkiyə, Azərbaycan, bir millət, iki dövlət. Heç düşünmürsənmi biz niyə qardaşıq? Neftimiz, qazımız ya da enerji ixracımız olmasaydı yenə də qardaş olardıqmı? Bu bir reallıqdır, yoxsa sadəcə siyasi bir şuar? Bizim sadəcə dilimizin bənzərliyi, yeməklərimizdəki və ya adət-ənənələrimizdəki oxşarlıq bu iki dövlətin qardaş olması üçün kifayət deyil. Qısaca desəm, 11-ci əsrlərdə Türk Oğuz tayfası, yəni bizim soyumuz öz məskunlaşdıqları yer olan Orta Asiyadan qərbə doğru köç etməyə başlayıb. Bu köç zamanı isə indiki Azərbaycan dövləti olan Oğuz türklərinin bir qismi, yəni bizim atalarımız Qafqazda məskunlaşıb. İndiki Türkiyə dövləti olan Oğuz türklərinin digər qismi isə biraz daha qərbdə, yəni Anadolu tərəfdə məskunlaşdı. Biz eyni soydan, eyni kökdən gələn tək bir millətik. Amma necə olur ki, biz mənliyimizi, dəyərlərimizi qoruyub saxlamışkən, digər tərəfdən onlar avropalaşmaq istəyi ilə öz köklərini, öz soylarını unutmağa doğru irəliləyir. Bizim rus dilini bilməyimiz, bizim rus kəndi olduğumuz mənasını daşımır. Bəzi türklər bilmirlər ki, Azərbaycan 1918-ci ildə öz müstəqilliyini elan etmiş ilk türk dövlətlərindən biridir və bununla yanaşı qadınlara seçmə haqqını verən ilk türk dövlətidir. Tək bildikləri var. Biz puaları verməsəydik, siz 44 günlük müharibədə həlak olardınız. Amma bu bəzi cahil türklər bu cür döyüş sursatlarının hərbi büdcə qarşılığında, yəni pul ilə alındığını və bu pulların onların dövlət iqtisadiyyatını gücləndirdiyindən xəbərsizdirlər. Gərək pualı, gərək puasız. Azərbaycan oğulları üçün bunun heç bir fərqi yoxdur. Mübariz İbrahimov sizin o Eşref Tekiniz ya da filmlərdə gördüyünüz Terminator deyil. Çünki bu kimi oğullar realdır. Azərbaycan kimi Avropaya və ya digər ölkələrə kilit rolu oynayan başqa bir türk dövləti varmı? Nefti, qazı və ya enerji ixracı ilə? Yoxdur. İndi sizin o zarafat adı altında mırtdaşdığınız Azərbaycan dili türk dilini bu səviyyədə qoruyub saxlayan tək türk ölkələrdən biridir. Bakıdan turistlər gəlib. İnzibatçı bizim qadınlardan birinə deyir ki, sizə 2 kişilik oda veriyorum. Arvad da hirslə, mənə özgə kişilərlə nəş otaq verirsən deyib, öz əri mənə gəlir. İnzibatçı da qayıt ki, ərinə qoca mı? Arvad lap özündən çıxdı. Qoca nəş olur? Lap cavan, bığı burma cahildir. Belə işlər. Siz başmaq, pişik kimi sözlərə gülərkən Avropadan, fransızlardan oğurlanmış kət, kedi və ya kuaför, pantolon kimi sözlərinizi unudursunuz. Bizim ziyalılarımız türk filmlərini və ya musiqilərini bilərkən sizlərin Üzeyir Hacıbəyov və ya Nəriman Nərimanov kimi türk dünyasının dahi sənətkarlarını bilməməyiniz cahillik deyilmi? Hərdən öz-özümə deyirəm. Yaxşı ki, Azərbaycanda sanal aləmlərdə Allaha, dinə, kitaba söyüşlər yağdıran, Türkiyədə baş vermiş hadisələr kimi zəlzələ zamanı enkaz altındakı insanlara yığıb onlarla məzələnən, təhlükə altında olan insanları aldadaraq bunu əyləncə hesab edən və ya evində bacısına, anasına söyüşlər yağdıran və bunu normallaşdırmış bir millət deyilik. Nə də sizin o Azəri deyə kodlaşdırdığınız o millət deyilik. Sizə ərəb və ya Yunan desək, onda siz də bizlərə Azəri deyirsiniz. Bu video münaqişə məqsədli bir video deyil və bu videoda dediyim sözlər də bütün Türkiyəlilərə aid deyil. Bu videonun məqsədi bir-birimizi anlamaq, bir-birimizə qarşılıqlı hörmət bəsləməkdir. Qısaca, qardaş qardaşa irad tutmaz, tövsiyə verər. Bir daha Azərbaycan haqqında danışarkən sözlərinizə və hərəkətlərinizə diqqət yetirin. Unutmayın ki, güldüyünüz Azərbaycan bugün Türk dünyasının ən parlaq ulduzudur.